Baləli göt qurduna oxşuyur. Adamın askarit qurduna baxmısınız o? Danatçı var, danatçı. Danatçının 2 dənə belə əli var belə. Belə sifətində belə olur, belə deyir. Bax belə deyir danatçı. Bir dənə siz o danatçının əllərini belə aralayın. Görəcəksiniz ki, toçnu Baləliyə oxşuyur. İndi gəlin görək Baləli nə deyir də. Allah bizi elə baxıl insanlardan, qısqan insanlardan qorusun. Həyatda bir nailiyyət olmayan, müxalif fikirli adamlardan. Allah deyir, müxalif fikirli adamlardan qorusun. Biz dövlətimizə sadə insanlara, biz dövlətimizin hər halında yanındayıq, xalqımızın, millətimizin. Allah bizi müxalif insanlardan qorusun və dövlətini aşağılayan, xalqını, millətini aşağılayan, aşağıda görən insanlardan qorusun bizi. Yəni o insanlardan takip edək. Lazım deyil. Siz Allah, mamış bitin oxşuyur mu? Mamış. Qıllı mamışın içində olan bitə oxşuyur. Bax, sifətə baxın. Sifətə baxın da siz Allah. Sifətə baxın da sifətə. Bir dənə var, o qədər girib ki, İlham Əliyevə, bax, deformasiya uğrayıbdı, bax, sifətə bax. Rəşad Dağlı'nın da kitabını bağladı bu. Pedofil deyir. Özü nə deyir? Mən deyir, reklama çəkirəm, qazanıram, ona çəkirəm, qazanıram, meyxana deyirəm, Rəşad Dağlı'nın hallı vaxtı, ağzından oğurladığı sözləri kopyalayıb əzbərləyib deyən adamdır. Nə oldu da? Müxalifət olmaq vətənə xəyanət eləmək deməkdir. Deyirsən, vətənə xəyanət eləyən müxalifətçilərdən bizi uzaq eləsin. Müxalifətçi olmaq vətənə xəyanətdir, eləmək deməkdir. Ay Baləli, deyir, maşın almışam deyə yarım milyonluqdur, yarısını kredi, nağdı verdim, yarısını deyə kredidə saldım. Baləli, 250 mini hardan aldın? Səndən düzəməlli meyxana deyə bilirsən. Göt qurduna oxşuyursan. Səndən bax, kimdə reklam çəkdirən göt qurduna oxşuyursan. Sən ümumiyyətcə meyxana deyə bilirsən ki, sən. Ay Baləli, ala bax, sən adicə kənddə bir dənə yaşlı adam səni gör nətəri soxdurur. Ala bax. Qoca adamdan öz çağırırmısan məni. Geç çağır bir rəqqasə renkasından. Olsun çağır rəqqasə renkasından. Mən deyirəm bir eski gibi getdiyəm. Mən demirəm nə etdiyəm. İncimlə bu sözü gibi getdiyəm. Görməmişdim səni kimi petkasından. Sözü dedi getdi petkasından. Düz deyir də, petkadır da. Ay Baləli, mən ölkəyə ayağımı, sağ ayağımı basanda ölkədə sən olmursan. Sən sol ayağını götürüb qaçırsan. Axırıncı sol ayağın, mənim sağ ayağım ölkəyə belə torpağa basılanda sənin sol ayağın götürülməlidir. Mən gəlsəm səni petok eləyəcəm Baləli. Mən gələn kimi səni öz arıqla şeysən. Sən götə girməyi xoşlayırsan. Yekə bir camış dəvə tapacam, sən dəvənin götünə soxacam. İlham nə qədər oradadır ki belə. O da şeyin də durmur deyim gündə bazlıq eləyəsən. O da belə necə deyim yeyib içən oğlan da deyirsən deyim yeyib içəsən. Qurda oxşuyursan. Baləli, sənə dedim ha, mən. Baləli deyirsən, eyəsinlər sən. Dal əlisən, dala girən əlisən. May ayında Şuşalı İlhamı devirəcəyik inşallah. May ya maydan sonraya, özüm gələcəyəm. İndi biz vətən xaini, biz gələndə şey olmayacaq ha, vətən xaini olmayacaq ha, təzən İlham Əliyev vətən xaini olacaq ha. Baləli, bunun arvadı zadı var uşağı. Ümumiyyətcə bu arvad saxlaya bilir, mən bilən o bir dənə Qalinvagen saxlaya bilir. Biz nə göt verən qədədir. Moykada belə güdüzdürmür ki, Moyşik 5 manat pul qazansın. Maşını da özü yürək. Şərəfsiz alçaq. Gör nə deyir, müxalifətçilər deyir, vətən xainidir. Mən müxalifətçilərlə, vətən xainlərinlə deyir. Mən uzaq eləsin Allah deyir bizi. Baləli, Anos dəliyinin razmeri nə qədərdir? Hazıraş ora Tovuzun eşşəyi var ya, 4 ayaqlı eşşəklər var belə. Hansı ki, təkcə bir il ərzində 2000-dən çox eşşək yoxa çıxıbdır, eşşək yiyiblər. Eşşək cadusu elətdirir Mehriban Əliyeva xalqa. Sənin o balaca deməyin var ha, arıq deməyin, bir soğançalıq götün yoxdur. Eşşək yeridəcək ora. Hazır ol Baləli. Məndən sağ demək. Düzdür, Baləli Kamil Zeynallı kimi, başqaları kimi pridelləri aşmayıbdır. Bir dənə quşdur da, buraxdı da Baləli. Bəlkə də 100 qram içirdib danışdırıblar bizə qarşı, ola bilər. Bəlkə də Baləli sabah ilə söz deyəcək ki, mən onu bağışlayacağam. Bəlkə də deyəcək ki, başıma dirəmişdi bandad deyil. Sizə də içəri gedirsən ya da müxalifətə, vətən xaini deməlisən. Əlbəttə, belə şeylər olarsa mən Baləlini bağışlayacağam. Və Baləlinin əlindən Qalinvageni alacağam 100%. Baləlinin əlindən Qalinvageni alıb bir şərəfli adama verəcəyəm. Nədir o cəbhədə bir meyvəsini dağıtmışdılar ha, cəbhədə meyvəsini dağıt. Nədir oğlan adı tanış balası da ha, xəstə. Baləlinin Qalinvageni əlindən alıb ona verəcəyəm. Tofiq, hə. Tofiq, Azərbaycan gələn kimi Baləlinin Qalinvagenini sənə verdirəcəm, Tofiq. Baləliyə də deyəcəm, qazanan oğlan indi də qazanardı. İndi şərəfli rejimdə, şərəfli ölkədə qazan görün necə qazanırsan.